Salam şagirdlər, bu videoda güvən 8-dən Pifaqor teoremi mövzusunun A variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. A variantında birinci sualdan baxaq. Bizə deyir, katetləri 8 və 15 cm olan düzbucaqlı tutan hipotenuzunu tap. Uşaqlar bilirik ki, düzbucaqlı üçbucaqda katetlər verilərsə, hipotenuzu tapmaq üçün katetlərin kvadratları cəmini hipotenuzun kvadratına bərabər götürür. X'in kvadratı bərabər 64 üstəgəl 225, X'in kvadratı bərabər 289, X bərabər 289 nəyin kvadratıdır? 17. Deməli, hipotenuzumuz oldu 17 cm. Cavabımız A variantı olar. İkinci sualda isə katetləri 7 və 24 olan düzbucaq tutan hipotenuzunu tapın. Uşaqlar yenə 7 və 24 olan düzbucağı tutan hipotenuzunu soruşur. Hipotenuzun kvadratı bərabərdir 7'nin kvadratı üstəgəl 24'ün kvadratı. Buradan x'i tapırsınız. Üçüncü sualda isə yenə düzbucaqlı üçbucağı verib 15 hipotenuzu verib 9 isə katetin birinin digər kateti soruşur. Şöyle digər kateti tapmaq üçün x'in kvadratı bərabərdir. Hipotenuzun kvadratından çıxmalıyıq. Nəyi? Katetin kvadratı. Buradan x'in kvadratı bərabərdir 225 çıxaq 81. X'in kvadratı bərabərdir 144. X bərabərdir 12 cm. 144 12'nin kvadratı. Cavabımız olar C variantı. Dördüncü sualda isə şəkil əsasın x'i tapın. Yenə uşaqlar baxın. Düzbucaqlı üçbucaq yerini verib, katetin birini verməyib, digərini 18, digərini isə 20 verib. Yox, 18 yox, 16. Bizdən x'i soruşur. Biz dedik ki, katetlərin kvadratları cəmi nəyə bərabər idi? Hipotenuzun kvadratına. Onda buradan x'in kvadratını tapmaq üçün mən 20'nin kvadratından 16'ın kvadratını çıxmalıyam. 20'nin kvadratı çıxaq 16'ın kvadratı. Burada x'in kvadratı bərabərdir. Gəlin nəyini yazalım? Kvadratlar fərqini üstünə. Bir dəfə 20 çıxaq 16, bir dəfə də 23 üstəgəl 16. Yəni x'in kvadratı bərabərdir 4 vura 36. X bərabər 4'dən çıxır 2, 36'dan çıxır 6. 2 6 12. Cavabımız olar D variantı. 5-ci suala baxaq. Düzbucaqlı üçbucağın tərəfləri üzərində kvadratlar qurulmuşdur. Rənglənmiş kvadratın sahəsini tapın. Baxın uşaqlar, bizə kiçik kvadrat verib, daha sonra böyük bir kvadrat verib. Təsvir edin ki, kvadratda bunlar uşaqlar. İndi biraz səliqəsiz seçə bilərəm. Bu da digər bir kvadrat. Uşaqlar, kvadrata oxşamasa da siz kvadrat kimi nəzərə alın. Bunun sahəsi 10'dur, bununki isə 30'dur. Uşaqlar, sahəsi 30 olan kvadratın tərəfi nədir? Biz dedik ki, kvadratın sahəsi A kvadrat, düzdür. A kvadratı 30 ise onun tərəfi bunun kökətdə 30'dur. Bunun da tərəfi kökətdə 10'dur. Kiçik tərəf kökətdə 10'dur. İndi bu katetimiz var, bu katetimiz var. Biz hipotenuzu necə taparıq bunu? Bunların kvadratları cəmi. Onda buradakı x yazsam, yəni böyük kvadratın tərəfinə x yazdım. X'in kvadratı nə olacaq? Kökətdə 10'un kvadratı üstəgəl kökətdə 30'un kvadratı. Bu bizə verəcək x'in kvadratı bərabərdir 40. Onda x bərabər kökətdə 40'a. Bu oldu buranın tərəfi, kökətdə 40. Bəs sahəsi nə olacaq? Tərəfin kvadratı. Yəni kökətdə 40'ın kvadratı o da deyir 40. Cavabımız olar A variantı. 6-cı sualda isə uşaqlar, day bunu bayaqki kimi yazmıram. Böyük kvadratın sahəsi 60'dır, kiçiyinki 10'dur. Mən böyük kvadratın sahəsindən 60'dan sahədən balacanı çıxsam, balaca sahəni 10'u çıxsam, alaram bu ştrixlənmişin sahəsini alaram. Ş yazıram, ştrixlənmiş sahə. Alıram nə? Ştrixlənmiş sahə bərabərdir 50 kvadrat santimetr.
Bizə rənglənmişdən sahəsi sorulur. Cavabımız olar B variantı. 7-ci suala baxaq. Aşağıdakı ədədlər qrupundan hansı düzübləri tutan tərəflərini ifadə edir? Uşaqlar, düzübləri tutan tərəfləri olması üçün həmin ədədlər üstü nə olmalıdır? 2 dənə katetin kvadrat cəmi hipotenuzun kvadratını verməlidir. A variantında verib 3, 4, 5. Uşaqlar, həqiqətən 3-ün kvadratı ilə 4-ün kvadratını cəmi 5-in kvadratını verdiyinə görə bu hər hansı bir düzbucaqlı üçbucağın 3, 4, 5 tərəfləridir. Cavabımız olar A variantı. Digərlərini yoxlaya bilərsiniz. Məsələn, B variantında 4-ün kvadratından 5-in kvadratı 6-ın kvadratını vermir. C-də də həmçinin, D-də də həmçinin. Növbəti 8-ci sualda isə aşağıdakı ədədlər qrupundan hansı üçbucağın tərəflərini ifadə edir? Baxın uşaqlar. Biz dedik ki 3, 4, 5 elə düzdür. Bunun hər ikisini 2-yə vursaq 6, 8, 10 ola bilər. Və hansı variantda var? C variantı. Deməli 6, 8, 10 kvadratın tərəfi, daha doğrusu düzbucağın tərəfləri ola bilər. 2-yə niyə vurdum? Yəni bu K dəfə artırsaq hər birin. Tutaq ki 3-ə vursaq olacaq 9, 12, 15. Bunlar da kvadratın tərəfləridir. 5-ə vursaq, 100-ə vursaq belə, tutaq ki 100-ə vursaq olar 300, 400, bir də 500. Bu həqiqətən düzbucaq üçbucağın tərəfləridir. Sonra bu oldu C variantı. 9-da isə tərəfi 12 cm bərabər tərəfli üçbucağın medianını tapın. Şöyle baxaq bərabər tərəfli üçbucağa. Bu da olsun A. Deyir, daha doğrusu tərəfin verib 12 deyir. 12, 12, bu da 12. Bərabər tərəfli üçbucağın medianını tapın. Şöyle median neyini yer? Qarşı tərəfi yarı bölür. Onda bura 6'dır, burada 6'dır. İndi bura 12, bura 6'dırsa və median düzbucaqlı üçbucaqda həm də hündürlüyü, həm də tənbülən olduğu üçün İndi 12-nin koyunu 6-ın koyunu çıxsam, mən bu H taparam, düzdür? H da ilə mediandır və yaxud buna M kimi, yəni medianın baş hərfi kimi yaza bilər. Yazıram, medianın kvadratı bərabərdir 12-nin kvadratı, çıxaq 6-nın kvadratı. Burada medianın kvadratı bərabərdir 144, çıxaq 36. Medianın kvadratı bərabərdir 108. Median bərabərdir 108-i nə kimi yaza bilərik? 12 vura 9 kimi, düzdürmü? 12 vur 9, 108 verir bəli. 24, 36 vura 3 kimi yaza bilərik də. O da 6 kökdə 3 deməkdir. Santimetr. Deməli, medianımız olar. Şöyle burada bizə medianını tapın demir. Tərəfi 12 olan. Şöyle 6 kökdə 3 santimetrlik. Burada ola bilsin ki, cavabda səhvliyi var. Yəni, bu bir mənalıdır. Cavabımız 6 kökdə 3 cm olmalıdır. İndi verməyib, niyə verməyib də? Sonra 10-da isə tərəfi 18 tutan bərabər tərəfi tutan median. Yenə tərəfi 18, 18 və 18 olan medianı soruşur. Median dedik ki, qarşı tərəfə bura oldu 30, 60, burada oldu 9. Düzdür, median qarşı tərəfi yarı bölür axı. İndi 18-in kvadratından 9-un kvadratı çıxsa, bunu alarıq. Hündürlüyü, yəni medianı alaraq. Hündürlük həm mediandır, həm də tənbüləndir. Nə də bərabər tərəfli üçbucaq. Onda median bərabər olar. 18-in koyundan 9-un koyunu çıxanda alır 9 kökdə 3 santimetr. Uşaqlar, bunun da cavabı yoxdur. Cavabımız 9 kökdə 3'dür. 11-də isə şəklə əsasən x-i tapın. Belə bir düzbucaqlı üçbucaqlar verilib. Bir tərəfi 10, digər tərəfi 8, burası isə 14, bu da x. Uşaqlar, mən birinci nə etməliyəm? Bu 10 ilə 8-dən istifadə edib buranı tapmalıyam. X buraya yazıram y. Deməli, y-in kvadratı bərabərdir 10-un kvadratı üstəgəl 8-in kvadratı. Buradan alıram nə? Y-in kvadratı bərabərdir 100 isə 64. Niyə 164? Bunu y-in kvadratı olaraq saxlayıram. Uşaqlar, indi bu katet ilə bu katetin cəmi bunu verməlidir, düzdürmü? Mən onda bu hipotenuzun kvadratından bu katetin kvadratını çıxsam, bunu alarım.
Yəni 14'ün kvadratından y-in kvadratını çıxsam, x-in kvadratını alaram. Düzdür? 14'ün kvadratı 196 çıxaq. Y-in kvadratını nə almışam? 164. Bərabərdir x-in kvadratı. Buradan x-in kvadratı bərabərdir alıram. 32. X də bərabərdir 4 kökdə 2 santimetr. Cavabımız olar A variantı. 12'də isə şəkil əsasən x-i tapın. Yine baxın uşaqlar. On bu katetdir. Bura x'dir. Bura 15'dir. Bu da digər katet isə 7'dir. Uşaqlar bu düz xətt nədir? Bu daxilində xətt, yəni iştiraklədiyim düzbucaqlı üçbucağın hipotenuzudur. Amma bunun isə bu üçbucağın isə katetidir. Mən bu hipotenuzu tapmaq üçün, daha doğrusu bunun bu üçbucağın katetini, bu katetini tapmaq üçün bura bir digər desəm, yazıram y-in kvadratı bərabər 15'in kvadratından 7'nin kvadratını çıxıram. Burada alıram y-in kvadratı bərabərdir 225 çıxaq 49. Y-in kvadratı bərabərdir alıram neçə? 6. Bu da 17. 176. Saxlayıram bunu belə. Uşaqlar, indi bura oldu neçə? Kök altda 176. Düzdür? İndi mən bu hipotenuzun kvadratından bu 12'nin kvadratını çıxsam bu x alıram. Düzdür? Yəni x-in kvadratı bərabərdir. Kök altda 176'ın kvadratı ilə eləyir 176 çıxaq. 12'nin kvadratı ilə 144. Çıxsa burada x kvadratı bərabərdə alıram 32. X bərabərdə alıram 4 kökdə 2 santimetr. Cavabımız olar D variantı. 13'də isə şəkilə əsasən x-i tapın deyir. Bura 15'dir, 6'dır, 10'dur, burası x-dir. Uşaqlar bu hündürlüyü necə taparam? Mən onun kvadratını, 6'ın kvadratını çıxaram, hündürlüyü taparam. Hündürlüyün kvadratı 100 çıxaq 36 eləyir neçə? 64, h tapıram 8, düzdür? Hündürlüyü tapdımsa 8. Mən bu x-i tapmaq üçün nə edərəm? 15'in kvadratından 8'in kvadratını toplayaram. X-in kvadratı bərabərdir 15'in kvadratı üstə gəl 8'in kvadratı. X-in kvadratı bərabərdir. Bu da 289. X bərabərdir 289 17'nin kvadratı. Cavabımız olar D variantı. 14'də isə yenə uşaqlara üçbucaq verib hələ gəlsək. Bu hündürlüydür. Bura 15'dir, bura 9'dur, bura 16'dır, burası x''dir. Uşaqlar 15'in kvadratından 9'un kvadratını çıxıram, alıram hündürlüyü. Hündürlüyün kvadratı 225 çıxaq 81. Hündürlüyün kvadratı bərabər 144. Hündürlüyü bərabərdə alıram 12. Bu hündürlük 12'dirsə, bu da 16'dırsa, bu hipotenuzu tapmaq üçün x-in kvadratı bərabər 16'nın kvadratı ilə 12'nin kvadratını cəmi tap. Bu da mənə x-in kvadratı bərabərdir. Deyər 256 üstə gəl 144. X-in kvadratı bərabər 400. Kvadratı 4'e bərabər olandır. X bərabərdir 20'dir. Cavabımız olar B bəndi. 15'də isə şəkilə əsasən AB nöqtələri arasındakı məsafəni tapın. Bura A'dır uşaqlar, bura B'dir, bura 12'dir, bura 7'dir, burada 12'dir. Bizdən neyi soruşur və bunlar da düzbucaqdır hər ikisi. Deyir ki, AB məsafəni tapın. AB arasındakı məsafəni tapın. Yəni buradan məsafəni soruşur. Uşaqlar bu aşağıdakı 12 var, bu. Bunu nə edirəm? Köçürürəm bura paralel. Bura neçə olur? 12. Buradan bura bu 7, bu 7'ye paralel olduğu için köçürürəm bura paralel, bu 7. Bütöv 12 idisə, bura 12'den 7 çıxanda bura qalır 5. Burada 12. 12, 5 kvadratları cəmi bizə AB-ni verir. Onda AB-nin kvadratı bərabərdir 12'nin kvadratı üstəyə 5'in kvadratı.
Burada AB'nin kvadrata bərabərdir 169 alırıq. AB özü olur 13. Cevabımız D variantı olar. 16'da isə yenə uşaqlar qaydanı pozmayaraq bura yine 12'dir, bura 3'tür, bura 12'dir. Bizə AB arasındakı məsafəni soruşur. Bura A olsun, bura B olsun. Uşaqlar aşağıdakı oturacağı paralel götürün bura. Buradan bura olur 3. İndi paralel olmaya bilər, daha doğrusu eyni uzunluqda olmaya bilər. Səliqəsi çəkmişəm ona görə. Bura oldu 12. Bütöv 12 idisə, bu 3'ü çıxsa bura qalır 9. 9'un kvadratı ilə 12'nin kvadratının cəmi bizə bu AB məsafəsini verər, düzdürmü? 81 üstə gəl 144. Bu da AB'nin kvadratı bərabərdir qalır 225. AB məsafəsi olur 15 santimetr. Cevabımız B variantı olar. 17'də isə aşağıdakilerden hansı körbucaqlı üsbucağın tərəfləri ola bilər? Uşaqlar, bura diqqətlə fikir verin. Bir itibucaqlı üsbucağımız var. Bir düzbucaqlı üsbucağımız var. Uşaqlar, bir də körbucaqlı üsbucaq. Bunları birin digərini necə fərqləndirə bilirik ki, bunun tərəfi hansı ola bilər, necə ola bilər? Uşaqlar, buna A, B, C desə, bu da olsun A, B, C, bu da olsun A, B, C. Baxın, düzbucaqlı üsbucaqda dedik ki, A kvadratından B kvadratının cəmi C kvadratını verməlidir. İtibucaqlı üsbucaqda deyirik ki, A kvadratı ilə B kvadratının cəmi C kvadratından böyük olmalıdır. Amma körbucaqlı üsbucaqda isə deyirik A kvadratından B kvadratının cəmi bir saniyə. Bəli, C kvadratından kiçik olmalı. Belə olan halda bu üçbucaqlar hər biri üçün doğru ədədləri tapa bilərik. İndi uşaqlar bizə verib birincide 5, 6, 7. 5'in kvadratından 6'ın kvadratının cəmi 7'nin kvadratından çox böyük olduğu üçün bu itibucaqlı. 4'ün kvadratından 5'in kvadratının cəmi yenə 6'ın kvadratından böyük olduğu üçün bu da nə deyil? Yəni itibucaqlıdır. C variantı 3, 4, 5. Uşaqlar 3, 4, 5 düzbucaqlı üsbucaq. Çünki 3'ün kvadratına 4'ün kvadratının cəmi 5'in kvadratını verir. Ona görə bu da düzbucaqdır. Amma 2, 3, 4'ün kvadratı isə 2'nin kvadratı 4 verir, 3'ün kvadratı 9 verir. Cəmi eləyir 13. 4'ün kvadratı 16 elədiyi üçün, yəni 3-cü tərəfin kvadratı digər iki tərəfin kvadratları cəmindən böyük olduğu üçün bu olacaq körbucaqlı. Deməli, cavabımız olacaq 4, 3, 2. Yəni D variantı. 18'də isə uşaqlar, burada da körbucaqlını soruşur. Cavabımız olaraq, bax, B variantına diqqətlə baxın. Bu bizə düzbucaqlı üsbucağı verir. Düzbucaqlı üsbucaq. A variantı 4, 6, 8. Deməli, 16 üstə gəl 36. 64'ten kiçikdir. İtibucaqdır. 8, 10, 12. 8'in kvadratı 64'dür. 8'in kvadratı 64'dür. 10'un kvadratı 100'dür. Bir de 164. 12'nin kvadratından böyük olduğu için bu da itibucaqlıdır. 10'un kvadratı 100. 12'nin kvadratı 144. Cəmi edir 244. 14'ün kvadratından böyükdür. Bu itibucaqlıdır. Amma A variantına bir də baxaq. 4'ün kvadratından 6'ın kvadratının cəmi 36 üstə 16. 8'in kvadratından kiçikdir. Ona görə cavabımız olar A variantı, üzrlü sayın. Yəni 4'ün kvadratı ilə 6'nın kvadratının cəmi 8'in kvadratından kiçik olduğu üçün bu əgər üçbucağın tərəfləri olsa, həmin üçbucağımız nə olar? Körbucaqlı olar. 19'da isə 19'da ABC'də deməli üçbucaq ABC'də ABC'də AC 3 CB 4 90'dan kiçikdir deyir. BCA 90'dan kiçikdir. Bu bucaq 90'dan kiçikdir. Bəli, itibucaqdır. Olarsa AB tərəfi
neçə tam qiymət ala bilər? Bura deyir, neçə tam qiymət ala bilər? Bura alfa olsun, kiçikdir 90. Bunu nəzərə alaq. Əgər uşaqlar, gəlin belə üçbucaq bərabərisinə görə yazaq. X bərabərdir, deyir, daha doğrusu x iki tərəfin cəmindən kiçik, yəni 7-dən kiçik, 1-dən isə böyükdür. Bu üçbucaq bərabərisinə görə bunu bilirik. Amma biz bilirik ki, bu 3-ün kvadratı ilə 4-ün kvadratının cəmi bizə 5-in kvadratını verir. Hansı halda əgər düzbucaqlı üçbucaq olarsa. Deməli, bura düzbucaqlı üçbucaq olarsa 5 ola bilər maksimum. Hələ bizdə bucağımız daha kiçikdir. Onda 5-dən daha kiçiklər olacaq. Deməli, bura 7 yox, 5 yaza bilərik. Deməli, x-imiz 1 ilə 5 arasında qiymətli ala bilər. Yəni 2, 3, 4 ala bilər. Cavabımız olacaq 3. Yəni C variantı. 20-ci sualda isə uzaq ABC-də yenə AC 6'dır. CB 8'dir. BCA yəni bu bucaq 90'dan kiçikdir. Olarsa AB tərəfi neçə tam qiymət ala bilər? X. Uşaqlar üçbucaq bərabərisinə görə deyirdik ki, bir tərəf iki tərəfin cəmindən kiçik, yəni 8-in aldığın cəmindən kiçik, 14-dən kiçik, fərqinin modundan isə böyük olmalıdır. Yəni 8 çıxaq 6-dan, 2-dən isə böyük olmalıdır. Amma düzbucaqlı üçbucaqda deyirdik ki, bu iki tərəfin kvadratları cəmi bizə üçüncü tərəfin kvadratını verməlidir. Yəni 6, 8 olsa burada 10 olmalıdır. Düzdür? 6, 8 bura gərək düzbucaqlı üçbucaq olsa, yəni bura 90 dərəcə olmuş olsa, uşaqlar 90 olsa əgər, bu olar 10. Düzdür, bura 10 olur. Amma düzbucaqlı üçbucaq deyil. 90'dan da balaca olduğu üçün. Deməli, həmin AB tərəfimiz həmin 10'dan da kiçik olacaq. 10'dan da kiçik. Deməli, x hansı ədədlər ala bilər? 3, 4, 5, 6, 7, 8 və 9 ədədlərini ala bilər. 1, 2, 3, 4, 5, 6, 7 dənə ədəd ala bilər. Cavabımız olar B variantı. 21'də isə İşte bucaqlarından biri 60 dərəcə olan düzbucaqlı üçbucağın kiçik qatı 60 olarsa. Baxaq düzbucaqlı üçbucağa. İşte bucağının biri 60. Bu olsun 60. Kiçik kateti. Kiçik katet kiçik bucağın qarşısında durandır. Yəni bura. Deyir 6 olarsa böyük katet tap. Uşaqlar biz deyirdik ki 30 dərəcə bucaq katet hipotenuzun yarısıdır. Deməli hipotenuz 12'dir. Amma bizə hipotenuzu demir. Kateti soruşur deyə biz burada 12'nin kvadratından 6'ın kvadratını çıxıb buna tapa bilərik. Amma ehtiyac bilmirəm. Uşaqlar bunu yadda saxlaya bildiniz da ki 30 dərəcə bucaq katet hipotenuzun yarısıdır. Bunu da yadda saxlayın ki 60 dərəcə, amma söhbət düzbucaqlı üçbucaqdan gedir. Uşaqlar bunu yaddan çıxarmayın. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kökətdə 3 daha böyükdür. Bura olacaq 6 kökdə 3. Bunu yaddan çıxarmayın. Cavabımız olar C variantı. 22. İstəsəz Pifaqordan çıxıb tapa bilərsiniz. İki bucaqlarından biri 60 olan düzbucaqlı üçbucağın kiçik kateti olsa böyük katini tapın. Baxın yenə uşaqlar. Bax bu iki bucaq 60 dərəcədir və nə deyir? Kiçik kateti. Kiçik katet kiçik bucağın qarşısındakıdır, düzdürmü? Yəni bura. Bura deyir 4. 4 isə 60 isə 60 dərəcənin qarşısındakı bucağı isə 4'dən kökətdə 3 daha böyük. Yəni 4 vura kökətdə 3. Yəni 4 kökətdə 3 cm olar. Cavabımız B variantı. 23'də isə bərabərli düzbucaqlı üçbucağın kateti 45 olarsa, uşaqlar bərabəryanlıda bura 8'dirsə, bu da 8'dir və bilirik ki, bucaqlarımız nədir? 45, 45'dir. Bizdən onu demir. Yəni bucaqlar demir, sadəcə özümüz üçün yazır. Hipotenuzu tapın. Bərabərli düzbucaqlı üçbucaqda isə hipotenuz katetlərdən kökətdə 2 dəfə böyükdür. Yəni bunun kvadratından bu kvadrat cəmi bizə 8 kökətdə 2'ni verir. Cavabımız olar A variantı. 24'də isə uşaqlar bu sadə şeyləri birini, hər birinin hesablamaya ehtiyac yoxdur. Yəni 8'in kvadratından 8'in kvadratını toplayayım. Eləsin tutaq ki 128. Sonra o bölüm 2'yə 64 kökdə 2. 64'dən nə çıxır? Sonra kökdə 2 yazmayın da. Yəni
Bu şifahidir. Kök hətta 2 dəfə böyüdür su. 24-də isə bərabərlik düzəltsən kateti 12 olacaq, hipotenuzu 12 göyətdə 2. Cavabımız olar A variantı. Baxın uşaqlar, yenə izah edirəm. Katetin bu olsun düzbəli susa, bu olsun 12, bu da 12'dir. Bu hipotenuz nə eləyər? 12'nin kvadratına 12'nin kvadratının cəmi. O eləyər kök hətta 288. Düzdür? Ondan da tutaq ki, x olsa. Bundan da çıxar nə? 12 kökdə 2. Cavabımız olar A variantı. Yazmışıq onu. 25'də isə 25. Yan tərəf 10 cm. Deməli, üçbucaqdır. Yan tərəfi 10, oturacağı 12 olan bərabərli üçbucağın, aha, onda burada 10'dur. Oturacağın çəkilmiş hündürlüyünü tap. Baxın şöyle, oturacağı hündürlüyü çəkək. Bərabərli üçbucaqda hündürlüyü qarşı tərəfi yarı bölür. Bura 6'dır, burada 6. Bizə nəyə soruşur? Çəkilmiş hündürlüyü tap. Hündürlüyü də olsun h. Şöyle təsvir edin ki, düzbucağı üçbucağı verilib bir tərəfi, yəni hipotenuzu 10'dur. Kateti 6'dır və hündürlüyünü sorur. Hündürlüyü nəyə bərabər olacaq? 10'un kvadratı çıxar 6'nın kvadratı. Burada hündürlüyün kvadratı eləyəcək 64, hündürlüyü olacaq 8 cm. Cavabımız B variantı olar. 26'da isə yan tərəfi 13, oturacağı 10 olan, yan tərəfi 13, oturacağı 10 olan bərabərinin üstünə oturacağı çəkim hündürlüyü. Baxın uşaqlar, bərabər yanlı olduğu üçün qarşı tərəfi yarı böləcək. Bura olacaq 5, bura olacaq 5. Hündürlüyü olduğu üçün buraya yazıram h. H-ın kvadratı bərabər. Bizə hündürlüyü soruşur da. 13'ün kvadratı çıxar 5'in kvadratı. Burada h-ın kvadratı bərabərdir 169 çıxar 25. H-ın kvadratı bərabərdir 144. H bərabərdir 12. Cavabımız olar A variantı. 27'yə baxırıq. Bərabərlik üstünə oturacaq 16. 16. Bu oturacağı çəkilmiş hündürlük, bu hündürlük nədir? 15'dir. Uşaqlar, bərabər yanlıda deyirdik ki, hündürlük qarşı tərəfi yarı bölür. Yəni burası 8, burada 8'dir. Bizə deyir ki, perimetrini tap. Perimetr. Deməli, perimetri tapmaq üçün mən yan tərəfləri tapmalıyam da. 15'in kvadratı ilə 8'in kvadratının cəmini tapsam, mən bu yan tərəfi taparam. Bunu A-nı. Deməli, A-nın kvadratı bərabərdir 15'in kvadratı üstəgəl 8'in kvadratı. A-nın kvadratı bərabərdir 225 üstəgələk 64. A-nın kvadratı bərabərdir 289, A da bərabərdir 17. Yəni 289'dan 17 kök çıxır. Deməli, tərəfimiz oldu 17 və 17, digəri isə 16 idi bütün. Perimetrimiz nə idi? Bütün tərəflərin cəmi. 17 üstə 16 üstə 17. Bu da eləyər 50 cm. Cavabımız A variantı olar. 28'də isə bərabərlik üstünə oturacaq 16. Və bu oturacağı çəkilmiş hündürlüyü isə 6'dır. Hündürlüyü isə 6'dır. Deməli, burası 8'dir, burada 8'dir. Və bərabər yanlı olduğu üçün yan tərəflər bərabərdir. Burası 8, burası 6'dırsa, burada 10'dur. Pifaqorla tapdım. 8'in kvadratını 6'ın kvadratını topladım. Tərəfə, yan tərəfinə bərabər götürdüm. Alındı 10. Onda burada 10'dur. İndi bizə deyir ki, perimetrini tap. Perimetr nə olacaq? 10 üstə 10 üstə 16. 36 cm. Cavabımız A. 29'da isə şəkil əsasən düzbucağın diaqonalını tap. Uşaqlar, bizə düzbucağı verib və uzunluğu 5, eni isə 2 kökdə 14'dür. Bizə diaqonalı soruşur. D. Uşaqlar, diaqonal bərabərdir. Diaqonal kvadratı bərabər. Katetlərin kvadratları cəmi. 5'in kvadratı üstəgəl 2 kökdə 14'ün kvadratı. Diaqonalın kvadratı bərabərdir 25 üstəgələk 4 vur 14. 56.
Burada alırıq diagonalın kvadratı bərabər 81. Diagonal öz olacaq 9 santimetr. Cavabımız olar A variantı. Sonra 30'da isə yine düz bucağı verib buranı kökdə 85 verib, buranı isə 6 verib. Şöyle əslində yanlış verib niyə? Kökdə 85 uzun tərəfi verməliydi. Bunlar qısa tərəfi kökdə 85 verib. Necə olur mən anlamıram. Ağzına gələni yazır yəni kitab çap eləyən. Burası diagonaldır. Deməli diagonalın kvadratı nəyə bərabərdir? Şöyle kökdə 85'in kvadratı üstə gələk 6'nın kvadratı. Alırıq diagonalın kvadratı bərabərdir 85 üstə gəl 36. Diagonal kvadratı bərabər 11 bir hətta 12 121 kvadratı 121'ə bərabər olan ədəd hansıdır? 11'dir. Diagonalımız olar 11 santimetr. Cavabımız B variantı. 31'də isə radius 10 santimetr olan çevrənin mərkəzindən bu çevrədir. Çevrənin mərkəzidir. Radiusu da 10'dur. 6 santimetr məsafədən vətən uzunluğu tapın. Şöyle 6 santimetr məsafədə. Bura 6 santimetr məsafədə. Bu vətərin uzunluğunu soruşur. Baba bu vətər. Uzunluğunu soruşur. Necə tapaq? Şöyle buradan burada radiusda doğrudurmu? Çevrənin mərkəzindən çevrənin istənilən yerinə qədər məsafə radius. Burada 10. Bura 10, bura 6'dırsa məsafə olduğu üçün bu düzbucaq, düzdür? 6'nın daha doğrusu 10'un kvadratına 6'nın kvadratına çıxsam bu çıxılı erdiyimimdə bu x'i taparam. X'in kvadratı bərabərdir 10'un kvadratı çıxı 6'nın. Burada x'i alıram 8. İndi bu da 8'dir, bu da 8'dir. Cəmi neçə 16 santimetr. Deməli həmin vətərin uzunluğu D variantına bərabərdir. Və 32'yə baxaq. Diametri 30 olan çevrənin mərkəzindən bu da olsun çevrənin mərkəzi. Diametri neçədir? 30 santimetr. Onda radiusu nədir? 15 santimetr. Yəni diametrin yarısıdır. 9 santimetr məsafədə yerləşən vətərin uzunluğu. Şöyle yine vətər çəkilib buradan bura. Bu vətərin uzunluğunu soruşur. Və bu mərkəzdən vətərə qədər olan məsafə 9'dir. Radiusumuz 15, 15'dir. Mən buradan bura qədər bir radius çəkirəm. Bu da 15'dir. Bu 15'in kvadratını 9'un kvadratını çıxsam bu x'i alaram. Yəni x'in kvadratı bərabərdir 15'in kvadratı çıxar 9'un kvadratı. Buradan x'i alıram 12. Çıxıb hesablayanda eləyir x bərabər 12. X 12'dir, onda bu da 12'dir. Cəmi neçə 12 üstə 12. 24 santimetr. Cavabımız D variantı olar. 33'də isə bərabərində düzbucaqlı tutulan hipotenuzla çəkilmiş hündürlüyü bu olsun düzbucaqlı tutacaq və bərabər yanlı. Hipotenuzla çəkilmiş hündürlük bu hündürlük deyir 12'dir. Hipotenuzu tapın. Hipotenuz 24 santimetr. Niyə? Səbəbini deyirəm. Uşaqlar bu yalnız bərabər yanlı düzbucaqlı üçbucağa aiddir. Bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuzla çəkilmiş hündürlük qarşı tərəfi yarı bölür. Eyni zamanda yarı böldüyü hissəyə bərabərdir. Yəni burada 12 olur, burada 12 olur. Başa düşdünüz necə? Yəni hündürlüyü kəsdiyi hissələrə bərabərdir. Cavabımız oldu bütün buradan buranı soruşur uşaqlar. 24 santimetr. Cavabımız olar D variantı. Sonra 35'də isə daha doğrusu 34'də isə uşaqlar burada da olacaq neçə? Ümumi 12 santimetr. Yine baxın düzbucaqlı tutardı eyni qayda ilə. Bu hündürlüyü 34'dən aşağı. Buranı 6 verir. Bunda bura olacaq 6, burada olacaq 6.
Bütöv cəm neçə eləyəcək? 12 sm. Cavabımız D variantı olar. 34-də. Keçirik 35-ə. 35-də nə deyir bizə? Aha, şəkil əsasən x-i tap. Deməli, düzbucaqlı üçbucaq buradan müayinə indirilib. Bu x-dir, bura 6-dır, bura 9-dur. Bura isə 17-dir. Bu 6 9-un daxilində yazaq ki, çaşdırmayaq 9. Bütöv buradan bura nə uşaqlar? 15-dir. 9-dan 6-nın cəmi 15-dir. Mən 17-nin kvadratından uşaqlar 15-in kvadratını çıxsam nə alıram? 17-nin kvadratından 15-in kvadratını çıxsam alıram, bura h yazıram. H-ın kvadratını alıram. Düzdür? H-ın kvadratı bərabərdir 289 çıxaq 225. H bərabərdir, bu deyir 64, gəlir 8. Düzdür? Buranı tapdım 8. İndi bu 8, bu 6-dırsa, bura nədir? Onda x-in kvadratı bərabərdir 8-in kvadratına 6-nın kvadratının cəmi. X bərabər olar, kvadratı bərabər olar 100-ə, x sözü olar 10-a. Cəmimiz D variantı. 10 sm. 36-da isə eyni qaydanı tətbiq edəcəyik uşaqlar. Baxaq. Bura 5'dir, bura 11'dir. Bütöv neçə oldu uşaqlar? Yəni buradan bura qədər olan məsafə 16'dır. Yəni 5'in 11'in cəmi. Bura isə 20'dir. Bizdə AD-ni soruşur. Yəni bu məsafəni soruşur. Uşaqlar bu birinci hündürlüyü tapıram. Mən 20'nin kvadratından bu tərəfi çıxsam nə verər bizə? 20'nin kvadratından 16'nın kvadratını çıxsam mənə h-ın kvadratını verər. H bərabər də alaram neçə? 400 çıxar 250. 144 o da 12. Buranı tapdım uşaqlar. 12'dir. 12. Onda bura 5, bura 12. Bəs hipotenuz neçə olar? X-in kvadratı bərabərdir 12'nin kvadratı ilə 5'in kvadratının cəmi. X-in kvadratı bərabərdir 169, x bərabərdir olar 13 cm. Cavabımız olar C variantı. 37-də isə bərabər tərəfli üçbucağın hündürlüyü 2 kökdə 3 olarsa tərəfdir. Baxaq uşaqlar, bərabər tərəfli üçbucağın hündürlüyü olsun bu. 2 kökdə 3. Baxaq uşaqlar, bərabər tərəfli üçbucaqda bura 60'dır, burası 30'dur. Biz deyirdik ki, bərabər tərəfli üçbucaqda 60 dərəcəli bucaq qarşısındakı katet digər katitdən kök ətə 3 daha böyükdür. Deməli, buradakı ədəd nədirsə, onu kök ətə 3'ə vuranda 2 kökdə 3 eləyib. Deməli, bu özü 2 imiş. Düzdür? 2 imiş ki, kök ətə 3'ə vuranda 2 kökdə 3 eləyib. Və 30 dərəcəli bucaq qarşısındakı bu katet hipotenuzun yarısıdır. Onda burada 4'dür ki, yarısı 2'dir. Və bərabər tərəfli olduğu üçün burada 4'dür, burada 2'dir ki, cəmi bütöv 4 eləsin. İndicə nə idi? Tərəfini tapın. Tərəf olub 4 cm. Cavabımız C variantı. 38-də isə bərabər tərəfli üçbucağın hündürlüyü 6 kökdə 3'dür. Uşaqlar, baxın, yenə eyni qayda. Bura 6 kökdə 3'dür. Deməli, bura 60 dərəcə olduğu üçün 60'ın qarşısındakı tərəf, yəni hündürlük, digər katitdən kök ətə 3'də böyükdür. Onda bura 6 kök ətə 3'ə vurublar, 6 kökdə 3'ləyib. Burada 30 olduğu için 30 derece bucaq qarşısında katet hipotenuzun yarısıdır. Onda bura 12'dir. Tərəfi tapdıq neçə? 12. Cavabımız D variantı. 39'da isə şəkilə əsasən x-i tap. Uşaqlar, şəkilə diqqət edin. AB məsafəsini tapıram şəkildə. Diqqət edin. Kvadratı bərabərdir. 17'nin kvadratından çıxıram 8'in kvadratı. Bu mənə AB-ni verir. Neçə? 289 kvadratda çıxaq 64. Bu da deyir 225. Yəni AB məsafəsi olacaq 15. Çünki kvadratı 225 eləyəndən 15. AB-ni tapdım. İndi AB-nin kvadratından AC-nin kvadratını çıxıram. Yəni 15'in kvadratından 12'nin kvadratını çıxsam mənə x-in kvadratını verir. Orada verilmiş x-in. Yəni CB-nin. Onda x-in kvadratı bərabərdir 225 çıxaq 144. Bu da 81. Kvadratı 81 bərabər olan x bərabər 9'dur. Cavabımız D variantı olar. 40-cı sualda isə düzbucaqlı üçbucağın iki tərəfi 6 və 10'dur. Düzbucaqlı üçbucağın iki tərəfi. Demir ha katetlər və yaxud hipotenuzlar. Aha, bizə deyir ki, üçüncü tərəfin böyük qiymətdir. Aha, deməli 2 kiçik tərəfdir 10 ilə 6.
Böyük tərəf neçə ola bilər? X-in kvadratı bərabərdir 10'un kvadratı ilə 6'ın kvadratının cəmi. Yəni X-in kvadratı bərabərdir 100 üstəgəl 36. Bu da eləyər 136. X-in kvadratı bərabərdir 136'dan kökdə nə çıxır? X bərabər yazalım da. Kök hətta 136. Bu 4 vıraq 34 demək. 4'dən çıxır 2, kökdə 34 qalır. Yəni 2 kökdə 34 deməkdir. Cavabımız B variantı olar. 41'ə baxaq uşaqlar. 41'də isə katetləri 3, 4 nisbətən düzbucaqlı sütunun hipotenuzu 10 olarsa, perimetri neçə olar? Deməli, düzbucaqlı sütun verib bizə uşaqlar yenə katetləri 3K və 4K. 3, 4 nisbətindədir. Hipotenuzu da deyir 10'dur. Uşaqlar, mən yazıram 3K'nın kvadratı üstə gəl 4K'nın kvadratı bərabərdir 10'un kvadratı. Tərəfləri tapmaq üçün də K neçədir? Görüm tərəf neçədir ki, mənim perimetri tapım. Burada alıram 9K kvadratı üstə gəl 16K kvadratı bərabərdir 100. 25K kvadratı bərabərdir 100. K'nın kvadratı bərabər 100 bölü 25, yəni 4. K'nı alıram uşaqlar 2. Deməli, böyük tərəf 8, kiçik tərəfi isə 6 imiş. 6 və 8 imiş tərəflər. Perimetri nə olar? 6 üstə 8 üstə 10. Yəni 24 santimetr. Aha, açıq tiplidir. Cavabımız oldu uşaqlar. Dairəyə alıram 24. 42'də isə yenə 3, 4 nisbətən düzəltsən perimetr 36. Bu bayağı neçə almışdıq perimetri? Yox, 24 almışdıq. Bu dəfə perimetrin 36 deyir. Təkək çəkili. Deməli, bu düzbucaqlı sütunumuz, bu 3K, bu 4K və perimetrimiz 36. Burada olsun 3K, 4K. Uşaqlar 3K, 4K'dırsa buranın da 5K olduğunu biz bilirik. Hardan bilirik? Demişdik ki 3'ün kvadratı, 4'ün kvadratı, 5'in kvadratını verdiği için burada 3K'nın kvadratından 4K'nın kvadratının cəmi 5K'nın kvadratının cəmi verməlidir. Tapdıq buranın 5K. Bunu bilirik. İndi 3K ilə 4K'nın və 5K'nın cəmi 36'dırsa buradan K'nı tapıram. Misal 7, 5, 12K bərabərdir 36'dırsa buradan K'nı alıram 3. Tərəflər olur 12, 15 və 9. İndi nəyə soruşur bizdən? Hipotenuz neçə olar? 15 santimetr olar. Cavabımız 15. 43'də isə uşaqlar katetlərdən biri 7 olan düzbucaqlı sütunun hipotenuzu digər katetdən 1 cm böyük olarsa. Baxaq uşaqlar yenə. Baxın, düzbucaqlı sütun verir. Bura 7'dir. Bura x'dir. Bura isə x plus 1'dir. Baxın, yenə oxuyuram. Katetlərdən biri 7 olan düzbucaqlı sütunun hipotenuzu digər katetdən 1 cm böyükdür. Çünki digər kateti bilmirəm nədir. Üstünə də bir gəlim, bu olur hipotenuz. Sütunun hipotenuzu neçə santimetr olar? Onu da yazıram. X'in kvadratı ilə 7'nin kvadratının cəmi bizə x plus 1'in mötərizəsinin kvadratını verməlidir. Yazıram 49 üstə gəl x kvadratı bərabərdir x kvadratı üstə gəl 2x üstə gəl 1. Daha sonra keçirdirəm bir tərəfə x kvadratı üstə gələk x kvadrat, daha doğrusu x kvadrat üstə gəl 2x üstə gəl 1 çıxaq x kvadratı bərabər 49 alır. Burada x kvadratları əks işarəli bir hədlər olduğu üçün cəm eləyir 0. Burada alıram nə? 2x plus 1 bərabərdir 49. 2x bərabərdir 49 çıxar 1 48. X bərabərdir 24. X 24'dür. Bu. Bəs o biri nədir? 24 ise 1, yəni 25'dir. Cavabımız olar 25 santimetr. 44'də isə katetlərdən biri 9 cm olan düzbucaqlı sütunun hipotenuzu digər katetdən 1 cm böyükdür. Uşaqlar, baxın, yenə eyni qayda. 9 budur, x budur, x plus 1 budur. Sütunun hipotenuzunu soruşur. Burada da x plus 1'in kvadratından x kvadratını çıxsam 9 almış olaram da, düzdürmü?
Onda yazıram x plus 1'in kvadratı çıxal x-in kvadratı bərabər 9'un. Burada alıram x kvadratı. Mötərizəni çıxıram. Üstə gəl 2x, üstə gəl 1, çıxal x kvadratı bərabər 81. Burada x kvadratları islah olunur. Qalır nə? 2x plus 1 81 ise 2x bərabərdir 80 ise onda x bərabərdir 40. Hipotenuz soruşur var 41. Cavabımız olur 41. Hipotenuz soruşur da düzdürmü? Yox, uşaqlar baxın. Bura 41, bura oldu 40. İndi bizdən perimetri soruşur. Aha, perimetr nə olacaq? 40 üstə 41 üstə gəl 9. Cavabımız deyir 90 santimetr. Cavabı deyir 90 santimetr. Sonra 45'e baxırıq. Şəkil əsasında kvadratın perimetrini tapın. Şöyle kvadratımızı verib bizim. Bu olmadı kvadrat. Aha, bu oldu kvadrat. Və diagonalın verib ki, kökətdə 32'dir. Kökətdə 32. Uşaqlar, onda tərəf neçəymiş ki? Tərəf neçəymiş ki? Diagonal 32 alır. Bura 16 imiş. Daha doğrusu yox. Göstərəm. Bura 4 imiş. Burada 4 imiş. Kvadratlar cəmləyir 32'də kökətdə 32. İndi bizdən perimetri soruşur. 4 vuraq 4. Bu da 16 santimetr. Şuraları necə tapdım? Bircə saniyə onu izah edeyim. Bu 4'ü silim. Kvadratın tərəfləri bütün tərəfləri bərabər olduğu üçün biz bilirik ki, x-in kvadratı ilə x-in kvadratının cəmi bizə kökətdə 32'nin kvadratını verməlidir. Yəni 32'ni verməlidir. Alıram buradan 2x kvadratı bərabər 32, x kvadratı bərabər 32 bölü 2 16. Burada x bərabər alıram 4. Tərəfim oldu 4. Ona görə bayaq 4 yazdım. Bu da 4, bu da 4. İndi perimetri soruşur. Kvadratın perimetri nədir? 4 vuraq tərəf. 4'ü də vurdum tərəfi 4'ə edir 16 santimetr. Cavabımız var 16. 46'da isə uşaqlar burada isə yazmayacağım. Onda yazıram 2x kvadratı birbaşa yazıram. Yani x kvadratı ise x kvadratı 2x kvadrat beraber 77 ise x kvadrat beraber 36 ise onda tərəf neçəymiş? 6 imiş. Tərəf 6 ise bizden perimetri soruşursa 4 vuraq 6. O da eləyər 24 santimetr. Cavabımız olar 24 santimetr. 47'də isə şəkilə əsasən x-i tap. Yaxşı, bunu çəkək. Təsvir edin ki, uşaqlar ta ki eynisini çəkmişəm. Bura 4 kökdə 6'dır. Bura 90'dır. Burası 45'dir. Bura 45'dir. Onda bura 45'dir. Buranın ise 60 olduğunu bize deyir. Buranın da 30'dur. Uşaqlar biz bilirik ki 30 dərəcəli bucağın qarşısındakı bax bu katet hipotenuzun yarısına bərabərdir. Onda bu 4 kökdə 6'ın yarısı nə edir? 2 kökdə 6. Bu oldu 2 kökdə 6. Və bilirəm ki 60 dərəcəli bucaq qarşısındakı bu hündürlük digər katetdən, yəni 2 kökətdən kökətdə 3 daha böyükdür. Yəni 2 kökətdə 6 vuraq kökətdə 3. Bu deyir 2 kökətdə 18. Yəni 3 çıxır qarşı eləyir 6 kökdə 2. Başa düşdük də bunu. Böyle de 6 kökdə 2. Bura. 6 kökdə 2. 2, 2, 3 yox 2. 6 kökdə 2. İndi sonra nə deyir? Bizə x tapın deyir. X. Onda burada x. X-in kvadratı ilə x-in kvadratının cəmi, yəni bununla bunun cəmi bizə 6 kökdə 2'ni verməlidir. Yəni 6 kökdə 2'nin kvadratını verməlidir. Burada alırıq 2x kvadratı bərabərdir 72. X kvadratı bərabərdir 36, x bərabərdir 6 santimetr. Cavabımız olar 6. 49'a baxırıq, 8'ə 48'ə baxırıq. Burada da yine uşaqlar demiyorlar, eyni şəkildir. Bu olsun bir üst bucaq, bu da olsun digər.
olsun düz bucaq. Uşaqlar 45 ise bu da 45'dir. Onda bunlar bərabər yanlıdır. Bura x-dirsə, burada x. Bura 60-dırsa, buranın 30 olduğunu bilirəm. Düzdür? Çünki bura 90-dır. Bura 6 kökdə 6-dırsa, 30 dərəcə bucaq qarşısında bu katet, bax bu katet. O 6 kökdə 6-nın, yəni hipotenuzun yarısıdır. Yəni 3 kökdə 6-dır. Və 60 dərəcə bucaq qarşısındakı bu hündürlük 3 kökdə 6-dan kökətdə 3 daha böyük olmalıdır. Yəni 3 kökdə 6-nı vururam kökətdə 3-ə. Bu edir 3 kökdə 18. 18-dən də 3 çıxır qarşıya. Olur 9 kökdə 2. Buranı tapdım 9 kökdə 2. Düzdür? İndi bura ilə buranın cəmi mənə 9 kökdə 2-nin kvadratını verməlidir. 9 kökdə 2-nin kvadratı. Burada alıram 2x kvadratı bərabərdir 162. X'in kvadratı bərabərdir 81. X bərabər 9. Bizdən də x'i soruşurdu. Cavabımız olar 9 cm. Daha sonra 49-cu sualda isə katetləri A və B perimetri P olan düzbucaqlı sütun üçün bunu müəyyən edin. Baxaq uşaqlar düzbucaqlı sütunumuzu çəkək. Katetlərdir A və B'dir. Perimetri P olan düzbucaqlı sütununu müəyyən edin. Aha. Uşaqlar biz bilirik ki, düzbucaqlı sütuda tərəflər A, B-dirsə, onda üçüncü tərəf hipotenuz A kvadratı plus B kvadratı. Düzdür? Onu bilirik. Hardan tapıram bunu? Bura əgər C desəm, C-nin kvadratı nəyə bərabərdir? A kvadrat üstəgəl B kvadrat. Düzdür? Buradan C özünə bərabər olur. Kökətdə A kvadratı üstəgəl B kvadrat. Ona görə bax bu C-nin əvəzinə bunu yazdım. Başa düşdünüz burası. Bunu da silirəm, əlavə yer almasın. İndi baxırıq uşaqlar. Birincidə nə verib? 7 və 24. Uşaqlar 7-nin kvadratı ilə 24-ün kvadratının kökündən biz 3-cü tərəfi, yəni hipotenuzu almış oluruq. Düzdür? Bu nə eləyir? 49 üstəgələk 24-ün kvadratı 576 eləyirdi deyəsən. Səhv eləmirəm. Bunu da toplasaq eləyir 625 eləyir səhv eləmirəmsə. Bundan da çıxır 25. Kökdən 25 çıxır. 25. Onda yəni 3-cü tərəfi tapdıq 25. Baxın təsvir edin. Burada çəkirəm. Bura 7, 24, bura 25. İndi perimetr nə olacaq onun? 7 plus 24 plus 25. Bu 49 üstü 7, 56. Cavabımızı tapdıq. 56 A variantında var. 1 oldu A variantı. İndi yanlarını silirəm. Növbətdə istifadə edəcəm ona görə. Aha, ikinciyə baxırıq. 9, 40. Uşaqlar 9-un kvadratı ilə 40-ın kvadratının cəmi bizə 3-cü tərəfi verməlidir. Alırıq burada 81 üstəgəl 1600. Bu da 1681. Bu da səhv eləmirəmsə 41-in kvadratı. Burada alırıq 41. Deməli burada 9, 40 və 41 aldıq. Perimetr nə olacaq? 9 üstə 40 üstə 41. Bu da bizə verir 90. Tapdıq C variantı. A-nın C-ni tapmışıq hələ ki. Üçüncüdə isə deyir 11-in kvadratı ilə 60-ın kvadratının cəmi bizə nəyi verəcək? Kökətdə 121 üstəgələk 36 yanında 2 0. Bəli, kökətdə 37, 2, 1. 3721. O da yəqin ki 61-in kvadratıdır. Düzdürmü? 61-in kvadratı. İndi perimetrimiz nə olacaq? Aldıq burada nə? Daha doğrusu 9 yox. 11, 60, 61. Cəmi neçə eləyir perimetrdə? 11 üstə 60 üstə 61. Bu da eləyir 132 eləyir səhv etməmsə. Yox. Baxaq görək uşaqlar 3721 həqiqətən nəyin kvadratdır? Yox uşaqlar həqiqətən 61-in kvadratdır. İndi 11 60 plus 61.
Bizə nəyi verir? Perimetr. Neçə alırıq burada? 120 eləmir 12'si. Üstünə də 11 gəndə. 121'i son 1. 132 ilərdə. Yoxdur cavabda uşaqlar 132. Yəqin ki bu Y variantını verər, 192 verər. Yəqin ki o çapda 9 əvəzinə 3 düşməliymiş. Yəni 132 olmalımış. Əgər uşaqlar A, C, Y götürübsə cavabı, o 192 yox, 132 kimi qələmə alıb. Onu elə qəbul edin. Əgər Y veribsə, yox verməyibsə yoxdur cavabı. Niyə? Baxaq sonra 50, yəni sonuncu suala. Perimetri P olan bərabər tutan hündürlüyü H-dır. Deməli, bərabər nə? Tərəfli. Hündürlüyü deyir. Bura A-dırsa, bura A-dırsa, bura A bölü 2'dir, bura da A bölü 2'dir. Bizə perimetri verib. Birincidə deyir, perimetr nədir? 24'dür. Uşaqlar biz bilirik ki, bərabər tərəfli üçbucağın perimetri 3A-dır. Yəni 3 tərəfidir. Onda tərəfi olur nə? Buradan A-nı alırıq nə? 3'ə bölsək 8. Onda tərəf baxın üçbucağı aldıq belə. Burası 8, 8, burada 4, 4. Buranın 30 olduğunu bilirik, buranın 60 olduğunu bilirik. Burada 4 kökdə 3 olduğunu da bilirik. 4 deyir 60 dərəcə qarşısındakı katet digər katdən kötüşdə böyüdür. Bizə nəyə soruşur? Hündürlüyü. Deməli, hündürlüyümüz olacaq 4 kökdə 3. Birinci üçün cavabımız olacaq 4 kökdə 3. Yəni B variantı. İkinci üçün perimetrdir 36'dır. O da 3A deməkdir. Burada tərəfi tapırıq 12. Düzdür? Tərəfimiz 12 olarsa əgər, burada yazın. Bura 12, bura 12'dir, bura 6, bura 6 düzdür. Bura olacaq 6 kökdə 3. Cavabımız olacaq C, yəni 6 kökdə 3. Üçüncü üçün isə perimetr 48'dir. O da 3 dənə tərəfin cəmi deməkdir. Tərəfimiz olur 16. Əgər tərəfimiz 16'dırsa, bura 8, 8, burası 16'dır. Burada neçə? 8 kökdə 3. Burada 8 kökdə 3 D variantı. Cavabımız olacaq B, C, D. Deməli 1B, 2C, 3D. Bu qədər uşaqlar növbəti videoda görüşərik. Özünüzdən müğayət olun. Sağ olun.